Orada biz onun kabı yığıp Allah almasın. Bunlara şey almış. Şey inanmırsanız kendinize. Yok, estağfurullah, estağfurullah. Biz onun kabı yığıp bunlara ben ürəyim ağrıyor. Yoğurt istəyəndə biz onun kabı yığıram. Getir onlara biz onun kabını satıp onlara yoğurt alıram ki ben balam yoğurtsuz olmaz. Allah canını sağ eləsin, qadınlarım. Gördüyünüz kimi balamız xəstədir. Bu qardaşımız utandığından, yəni heç kim ağız açamır, amma bugünkü gündə mən Rüzgar qardaşına ağız açdı və gör nə qədər məcburiyyət qarşısında qalıb ki, məndən xahiş elədi. Və yeri gəlsə, yerdir ki, balam xəstədir, balama yardım eləyin də. Yəni bu o balanı gör nə əziyyətdən, yəni hər bir əziyyətin çəkir ən azından evladı deyə. Bu istəyir ki, o balaları betonda yatmasınlar, evi hazır olsun, evin içində rahat şəkildə balalarına baxsın, böyütsün inşallah ki, yəni boya başa çatdırsın. Yəni inşallah sizlərdən artıq dərəcədə xahiş edirəm. Qardaşımıza dəstək olağın, yardım edin, Allah rızası üçün. Ne çək? Buyur. Bak buraya yatırır. Yağış yağanda başınıza yağır. Yani beton üstü. Ben işte bu babaları kıza mənlə tək yatsıdırım. Baxın ərz olsa, yeri çək, yeri çək. Görürsünüz betondur hər yer. Allah rızası üçün xahiş edirəm. Dəstəyinizə ehtiyac var. Kıza mənlə tək. Beton üstü. Ben de yere xəstəxanalarda Əziz dostlar, bildiyimiz kimi vallahi bir gün bu beton üstündə yatsaq, sabahsı gün deyərik ki, böyrəklərimiz, ciyərlərimiz ağrıyır. Bu ailə gördüyünüz kimi ama beton üstündə qalır. Heç olmasa xahiş edirəm artıq dərəcədə, sizdən heç nə istəmirəm. Gücüz nəyə çatırsa, 50 qəpik də olsa, 1 manat da olsa, gücüz nəyə çatırsa Allah rızası üçün bu ailəyə yardım edəyək. İnşallah əziz Azərbaycan xalqıma səslənirəm və Ağdaş rayonundayım. Yəni Ağdaş rayonundan da qardaşımızı kim ziyarətə gəlmək istəyirsə və mənlə də əlaqə saxlaya bilər. Dəhləkəli kəndinə gəlib bir dənə Elşən qardaşının evini sormuş olsa süqunda göstərir. Evi yanmış Elşən qardaşı deyəndə süqunda göstərirlər. Yəni xahiş edirəm dəstək olun. Allah rızası üçün. Ən azından bu balalarımıza görə. Ən azından balalarımıza görə.